Mayın 1-də 25 dərəcə isti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var, mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 8-12, gündüz 15-19 dərəcə isti, atmosfer təzyiqi isə 761 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da əsasən yağıntı ehtimalı gözlənilmir, lakin axşam bəzi yerlərdə arabir yağış yağacaq, temperatur 13-18 dərəcə isti olacaq. Azərbaycan əksər rayonlarında hava yağmursuz keçəcək. Gündüz bəzi dağlıq ərazilərdə az yağış yağacaq, şimşək çağacaq, dolu düşəcək, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 7-12, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz isə 13-18 dərəcə isti olacaq.